Hörmətli ağsaqqallarımız, əziz ağbirçəklərimiz, dəyərli nənələrimiz və babalarımız. Sizlərə dərin hörmət və ehtiramla müraciət edirəm. Mən sizin hüquqlarınızı qoruyan bir vəkiləm və bugün sizə ürəyimi yandıran, yuxumu qaçıran bir məsələdən danışmaq üçün buradayım. Bu məsələ hər birinizin cibinə, hər birinizin alın tərinə birbaşa təsir edir. Sizə elə bir xəbərlə gəlmişəm ki, əminəm hər birinizi şoka salacaq, təəccübləndirəcək və haqlı olaraq qəzəbləndirəcək. Xəbər belədir. Sizin çətinliklə qazandığınız, illərlə zəhmət çəkərək əldə etdiyiniz manatlar artıq tamamilə sizin deyil. Bəli, düz eşitdiniz. Artıq sizin cüzdanınızdakı hər qəpik artıq sizin deyil. Banklar çox ciddi şəkildə pensiya kartlarından 200 manatdan artıq nərd pul çıxarılmasına görə 2% komissiya tətbiq etməyi nəzərdən keçirirlər. Bu nə deməkdir bilirsinizmi? O deməkdir ki, siz ömrünüzü bu vətənə sərf etdiniz. Tikdiniz, qurdunuz, böyütdünüz. Tarlada qışın şaxtasında, yayın istisində çəkdiyiniz zəhmət, zavodun tozlu sexlərində itirdiyiniz illər, müəllim sinifində, həkim kabinetində, hərbiçi sərhəddə xidmət etdiniz. Hər qəpik sizin alın təriniz, göz nurunuzdur. Hər bir manatda sizin gəncliyinizin, əməyinizin izləri var. Bəs indi isə həmin alın tərinə, həmin göz nuruna göz dikiblər. Necə ola bilər ki, sizin qazandığınız puldan banklar pay istəsin? Hər bir ağsaqqalımızın, hər bir ağbirçəyimizin bu ölkəyə verdiyi töhfə ölçəyə gəlməzdir. Mən bilirəm ki, siz bu ağır zəhmətinizlə bağlı hekayələrinizi danışmaq istəyirsiniz. Mənə yazın. Neçə il işləmisiniz? Hansı çətinliklərlə özləşmisiniz? Bu pensiya sizə necə çatıb? Bilin ki, bu tək sizin dərdi deyil. Bu bizim hamımızın ortaq dərdidir. Sizin kimi yüzlərlə, minlərlə Ayşə nənəmiz, Əhməd babamız var. Sizin hər birinizin hekayəsi bu haqsızlığa qarşı mübarizəmizdə ən böyük silahlardan biridir. Odur ki, bu vacib məlumatları qaçırmamaq, hüquqlarınızı qorumaq üçün kanalıma abunə olun ki, hər zaman məlumatlı olasınız və haqsızlıqla üzləşdiyiniz zaman necə hərəkət etməli olduğunuzu biləsiniz. Bizim bu ölkə üçün qurduğumuz gələcəyə, uşaqlarımızın sabahına sahib çıxmaq üçün səs vermə hüququmuz olduğu kimi pensiyamıza sahib çıxmaq hüququmuz da var. Yaxşı yadındadır. Bir vaxtlar həyat daha sadə idi. Pensiyaçılar ya DSMF-nin, yəni Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrindən ya da POT şöbələrindən nağd şəkildə pensiyalarını alırdılar. Bəlkə biraz növbə dururdular, bəlkə sənədləşmə işləri bir qədər yorucu idi. Amma bir şey dəqiq idi. Aldığınız hər qəpik sizin idi və heç kim ondan pay istəmirdi. O zamanlar bu qədər bank kartı, bankomat, rəqəmsal ödəniş yox idi. Hər kəs nağd pula güvənirdi. Qohum-əqrəba arasında pul yardımı, borc vermək daha asan və etibarlı idi. Ailələr bir-birinə daha çox dayaq dururdu. Uşaqlar valideynlərinin pensiyasını almağa kömək edirdilər. Bu həm də bir ailə ənənəsi idi. Pulun hara getdiyini, neçə qəpiyinin kiməsə ödəniş kimi silindiyini düşünmək lazım gəlmirdi. Pensiya sizin əməyinizin bəhrəsi idi və bu bəhrəyə kimsənin gözü düşməzdi. Amma indi vəziyyət dəyişib. Bu günlərdə eşitdiyimiz xəbərlər hər birimizi dərin narahatlığa salır. Banklar, xüsusən də pensiya kartlarından nağd pul çıxarılmasına 2% komissiya tətbiq etməyi ciddi şəkildə düşünürlər. Bu sadəcə 2% deyil. Bu sizin illərlə qurduğunuz həyata, sizin əməyinizə, sizin təminatınıza birbaşa toxunuşdur. Təsəvvür edin, hər ay 200 manatdan artıq pul çıxardığınız halda əlavə pul ödəməli olacaqsınız. Hər 200 manatdan 2 manat, 400 manatdan 4 manat, bəlkə bu məbləğ bəzilərinə az görünə bilər, amma pensiya ilə yaşayan, hər manatın qədrini bilən insanlar üçün bu nəhəng bir itkidir. 2 manat bir çörək pulu, bir nəfər üçün bir günlük yol pulu, bəlkə də bir aylıq dərman pulunun bir hissəsi deməkdir. Həyat özü bu qədər çətinləşdiyi bir vaxtda, telefon dələduzları yaşlı insanlarımızı, nənələrimizi, babalarımızı hədəfə alıb, kartlarından pullarını oğurlamağa çalışarkən bankda pul saxlamaq qorxuludur. Bir tərəfdən deyirlər ki, kartınızda pul saxlamayın, dələduzlar oğurlayar. O biri tərəfdən də deyirlər ki, bəs əgər nağd çıxarsanız, pulunuzdan bizə pay verin. Bu nə dərəcədə ədalətlidir? İndi qorxu ilə yaşamalıyıq. Kartımızda pul saxlamaqdan qorxaq, çünki fırıldaqçılar var. Bankomatdan pul çıxarmaqdan qorxaq, çünki dövlət vergini istəyir. Bəs onda necə yaşayaq? Məhz bu səbəbdən haqsızlıqla üzləşməmək üçün bu cür məlumatlı olmaq vacibdir. Bu vəziyyətin nəticəsi nə olacaq bilirsinizmi? Növbələr. POT şöbələrində, bankların kassalarında dəhşətli növbələr yaranacaq. İnsanlar, xüsusilə də yaşlılarımız, ağsaqqallarımız, ağbirçəklərimiz saatlarla ayaq üstə qalmaq məcburiyyətində qalacaqlar.
Təsəvvür edin, kənd yerlərində, rayon mərkəzlərindən uzaqda yaşayan nənələrimiz, babalarımız, icra hakimiyyəti orqanlarının, bələdiyyələrin yerləşdiyi rayon mərkəzinə pul çıxarmaq üçün bir gün yol gedəcəklər. Sonra bankda uzun növbədə durub pul çıxarıb, yenə də bir gün yol gedib geri qayıdacaqlar. Sadəcə 2% komissiya verməmək üçün. Bu, fiziki cəhətdən yorucu, psixoloji cəhətdən isə tükəndiricidir. Onların sağlamlığını, səhhətini kim düşünür? Bəs hansı kateqoriya pensiyaçılar bu vəziyyətdən daha çox əziyyət çəkəcək? İlk növbədə kənd yerlərində, ucqar yaşayış məntəqələrində yaşayanlar. Onlar üçün bankomat tapmaq belə bəzən problem olur. Çünki hər kənddə bankomat yoxdur. Onlar pensiyalarını çıxarmaq üçün rayon mərkəzinə, bəzən hətta qonşu rayona getməli olurlar. İndi isə yola xərclədiyi pula əlavə olaraq bir də komissiya ödəmək məcburiyyətində qalacaqlar. Təsəvvür edin Ayşə nənəni. Ömrünün 40 ildən çoxunu pambıq tarlasında keçirmiş, qışın ayazında, yayın cırhacır istisində çalışmış bir qadını. Onun uşaqları Bakıda ya Rusiyada işləyir. Nənə isə tək başına kənddə qalır. Hər ay öz pensiyası ilə dolanır, dərman alır, nəvələri gələndə onlara təzə çörək pişirir. Bu 2% onun üçün bəlkə də bir həftəlik ərzaq pul deməkdir. Bu 2% onun nəvəsinə aldığı kiçik şirniyyatın qiyməti deməkdir. Bu ədalətlidirmi? Daha bir kateqoriya isə tək başına yaşayan, heç bir əlavə gəliri olmayan, xəstəliyi səbəbindən daimi dərmanlara ehtiyacı olan pensiyaçılardır. Onların hər manat pulu canları qədər əzizdir. Onlar üçün pensiya sadəcə bir gəlir mənbəyi deyil, bu onların həyatda qalma uğrunda mübarizəsidir. Bir dərman preparatının qiyməti bəzən bir neçə manat təşkil edir. Bu komissiya isə həmin dərmanın bir hissəsinə belə təsir edə bilər. Məsələn, Əhməd babanı götürək, o keçmişdə dəmir yolunda çalışmış. Bütün ömrünü qatar yollarının salınmasına həsr etmişdi. İndi 80 yaşının içindədir, ayaqları ağrıyır, gözləri zəif görüb. Hər ay pensiyasını alıb, ilk növbədə dərmanlarını alır. Sonra da biraz nəvələrinə çərəz alır ki, evə gələndə boş əllə getməsin. O, hər dəfə bankomata gedəndə yoldan keçən gənclərdən kömək istəməli olur. Çünki kartı düzgün salmağı, əməliyyatı başa düşmür. İndi isə hər dəfə pul çıxaranda cibindən əlavə 2% pul gedəcək. Bu, onun üçün ağır yükdür. Çünki pensiyası çox da yüksək deyil, cəmi 350 manatdır. Onun üçün 2%, yəni 7 manat az pul deyil. Həmin 7 manatla bəlkə də 2 gün dolanmaq olardı. Bəs pensiyası artırılan kateqoriyalar. Bəzi pensiyaların indeksasiya yolu ilə artırılması nəzərdə tutulsa da, bu artım bəzən inflyasiya ilə belə müqayisədə çox cüzi olur. Və təbii ki, bu artım yeni komissiya ilə birlikdə nəinki sevinməyə, hətta mövcud vəziyyəti qorumada belə kömək etməyəcək. Yüksək pensiya alan, yəni 500 manatdan, 600 manatdan yuxarı pensiyası olanlar üçün bu 2% bəlkə də o qədər də hiss olunmayacaq. Amma aşağı gəlirli, xüsusən də 150-250 manat alan insanlar üçün bu çox ciddi bir problemdir. Onlar pulu hissə-hissə çıxarmağa məcbur olacaqlar ki, o 200 manat limitini aşmasınlar. Bu isə o deməkdir ki, hər dəfə bankomat axtar, növbədə dur, vaxt itir. Niyə? Niyə bizim qürurlu, zəhmətkeş ağsaqqallarımız bu cür əziyyətlərə düçar olmalıdırlar? Bugün pensiyaçı olmaq sadəcə yaşlı olmaq deyil, bu bir fəxri addır. Bu cəmiyyətin sütunu, müdrikliyinin qaynağı olmaq deməkdir. Bizim nənələrimiz, babalarımız bu günümüzü yaradıblar. Bu torpağı becəriblər, bu şəhərləri tikiblər. Onlar bizə ailə dəyərlərini, qohum-əqrəbaya bağlılığı öyrədiblər. Bugün onların övladları, nəvələri Bakıda, Rusiyada, Türkiyədə çalışaraq ölkəyə valita gətirirlər. Amma onların öz valideynləri burada tək başına mübarizə aparmalı olurlar. Biz bu dəyərli insanlara sahib çıxmalıyıq. Onların qocalığını rahat və ləyaqətli keçirmələrini təmin etmək hər birimizin borcudur. Amma dövlət əvəzində onların son qəpiklərini də göz dikir. Bu sadəcə pul məsələsi deyil, bu ləyaqət məsələsidir, hörmət məsələsidir. Mən dərindən inanmıram ki, bu cür qərarlar bizim qədim adət-ənənələrimizə uyğundur. Biz həmişə böyüyə hörməti, ağsaqqal sözünü əsas götürmüşük. Bəs indi bu hörmət sadəcə sözdə qalır. Bu 2% komissiya sadəcə pulu azaltmır. O, həm də yaşlı insanlarımızın ləyaqətini zədələyir. Sanki deyirlər ki, sizin bu cüzi pensiyanız belə bizə borcludur. Bu sadəcə hörmətsizlik deyil, həm də dövlətin öz vətəndaşlarına, xüsusən də ən zəif təbəqəsinə qarşı laqeydliyidir. Dövlət Sosial Müdafiə Fondu pensiyaları təyin edərkən 1001 sənəd tələb edir, hər detalı incələyir. Bəs indi niyə pulu verərkən bu qədər səxavətli davranırlar? İcra hakimiyyəti orqanları yerli məsələlərlə məşğul olur. Bələdiyyələr torpaq və kommunal problemlərini həll edir.
Amma bu ümummilli bir problemdir. Bütün pensiyaçılara toxunan bir dərddir. Siz bu haqda nə düşünürsünüz? Sizin mənimlə razılaşdığınız və ya razılaşmadığınız məqamlar varmı? Zəhmət olmasa fikirlərinizi aşağıda yazın. Bir-birimizin dəstəyi ilə düzdə olaq. Sizin hər birinizin səsi vacibdir. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Nə etməliyik? İlk növbədə passiv qalmamalıyıq. Birincisi, bu qanun layihəsi hələ qüvvəyə minməyib, nəzərdən keçirilir. Bu o deməkdir ki, biz hələ də ona təsir edə bilərik. Bizim bu haqsızlığa qarşı səs qaldırmağa borcumuz var. İkincisi, müraciət edin. Müraciət etmək hər bir vətəndaşın haqqıdır. Haraya? Dövlət Sosial Müdafiə Fonduna. Onlar pensiya sisteminə cavabdeh olan əsas qurumdurlar. Onlara yazılı şəkildə müraciət edin. Bu qərarın pensiyaçıların həyatına necə təsir edəcəyini ətraflı şəkildə izah edin. Onların Bakıdakı baş ofislərinə, həmçinin yerli şöbələrinə müraciət edə bilərsiniz. Milli Məclisə, sizin deputatlarınıza müraciət edin. Onları bu problemin ciddiliyi barədə məlumatlandırın. Xüsusilə də seçki dairələrində yaşlı əhalinin çox olduğu deputatlar bu məsələyə laqeyd qala bilməzlər. Onlardan bu qanun layihəsinin qəbul edilməməsi üçün səy göstərmələrini tələb edin. Maliyyə Nazirliyinə və Mərkəzi Banka. Bu qurumlar bank sektorunun tənzimlənməsinə cavabdehdirlər. Onlara yazın ki, bu cür komissiya tətbiqi əhalinin ən həssas təbəqəsinə ziyan vuracaq və dövlətin sosial siyasətinə ziddir. Ombudsman aparatına. Ombudsman vətəndaşların hüquqlarını qoruyan bir qurumdur. Onlara müraciət edərək bu qərarın pensiyaçıların sosial və iqtisadi hüquqlarını pozacağını bildirin. Kütləvi informasiya vasitələrinə, yerli televiziya kanallarına, qəzetlərə, internet portallarına müraciət edin. Onları bu problemin işıqlandırılmasına dəvət edin. Cəmiyyətin diqqətini bu məsələyə çəkmək çox vacibdir. Üçüncüsü, birgə fəaliyyət göstərin. Qonşularınızla, qohum-əqrabanızla, eyni məhəllədə, eyni kənddə yaşayan digər pensiyaçılarla birləşin. Müraciətləri kollektiv şəkildə yazın. Kollektiv müraciətlərin gücü daha böyükdür. Bələdiyyə sədirləri, icra hakimiyyəti nümayəndələri ilə görüşün. Onların vasitəçiliyi ilə səlahiyyətli orqanlara səs salın. Onlardan tələb edin ki, bu məsələdə sizin yanınızda olsunlar. Dördüncüsü, alternativ ödəniş yollarını araşdırın. Baxmayaraq ki, bu əsas problemi həll etmir. Əgər mümkünsə, bəzi banklarda pulu kassa vasitəsilə çıxarmaq komissiyası ola bilər. Lakin bu da öz növbəsində növbələr və vaxt itkisi deməkdir. Əgər qohumlarınız, övladlarınız yaxınlıqda yaşayırsa, onlardan kömək istəyin. Bəlkə onlar sizin üçün pulu çıxararkən sizə kömək edə bilərlər. Amma unutmayın ki, bu sadəcə müvəqqəti bir həldir. Əsas məsələ bankların bu haqsız qərarından geri çəkilməsidir. Hər birimiz cəmiyyətimizin bir hissəsiyik və bir-birimizə dəstək olmalıyıq. Xüsusilə də gənc nəsil, nənə və babalarına bu mübarizədə dəstək olmalıdır. Unutmayın, bizim səsimiz bir olanda gücümüz də artır. Bizim bu haqsızlığa susmalı haqqımız yoxdur. Pensiyaçılar bu ölkənin keçmişi, bugünkü dayanağı və gələcəyə körpüsü olan insanlardır. Onların alın təri ilə qazandıqları hər bir manat müqəddəsdir və heç kimin ona göz dikməyə haqqı yoxdur. Bəs indi soruşuram sizdən, dəyərli ağsaqqallarımız, əziz ağbirçəklərimiz, bu pul həqiqətən sizin alın tərinizlə qazanılmış puldur, yoxsa kiminsə sizin cüzdanınızda gözü var? Cavabınızı şərhlərdə gözləyirəm. Çünki sizin fikirləriniz, sizin hekayələriniz bizim ümumi mübarizəmizdə ən böyük dəstək olacaqdır. Biz birlikdə bu haqsızlığın qarşısını ala bilərik.